Salam əziz şagirdlər. 6-cı sinif ədəbiyyat fənnindən bugünkü mövzumuz Bəxtiyar Vahabzadənin Qocalar şeiri olacaq. Bugünkü dərsimizdə Qocalar şeirinin məzmunu və təhlili ilə tanış olacaq, bədii əsərlərdə insanın təsviri, ictimai varlıq kimi mövzularına toxunacaq. Gəlin əvvəlcə müəllifi tanıyaq. Şair vətənin, xalqın danışan dilidir, deyir Bəxtiyar Vahabzadə. O hər yerdə bu missiyanı ləyaqətlə yerinə yetirir. Azərbaycanımıza başucalığı və şərəf şan gətirmişdir. Əzəldən həqiqət aşiqiyəm deyən Bəxtiyar Vahabzadəni dünyanın bir çox ölkələrində yaxşı tanıyırlar. Şairin Buxarestdə Zaman və Məkan kitabı nəşr olunub, eyni zamanda ona Rumıniyanın mədəniyyət sahəsində ən böyük mükafatı olan Ləyaqət ordeni verilmişdir. Xəzərin o tayında qardaş özbək şairi Polad Fazil Bəxtiyar Vahabzadə haqqında belə düşünür. Nurlu Azərbaycan, dost diyarı var. Yaxşı ki, bu yurdun bəxtiyarı var. Uşaqlar, gəlin bu suallar ətrafında danışaq. Ahılar haqqında nə bilirsiniz? Onlar necə görünürlər? Onlar nə ilə məşğul olurlar? Heç qoca insanlarla söhbət etmisiniz? Sizə onlarla söhbət etmək maraqlıdırmı? 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. Həmən gün nənə və babalarımızı, tanıdığımız yaşlı insanları təbrik etməyi unutmayaq. Bəxtiyar Vahabzadə Qocalar şeirində qocaları ictimai varlıq kimi təsvir etmişdi. Onların arzu və istəklərini, ehtiyat etdikləri və qorxduğu məqamları, gündəlik fəaliyyətlərini, xoşladıqları məşğuliyyətləri, maraqlandıqları hadisələri, əyləncə növlərini, nə iş görürlər, gündəlik nə edirlər, gələcək planları haqqında məlumat vermiş, onların necə hərəkət etdiklərini, necə danışdıqlarını təsvir etmişdir. Şeirimizi oxuyarkən doqqaz sözünə təsadüf edəcəksiniz. Bu sözün mənası belədir. Adətən kənd yerlərində evin, həyətin, bağın hasarında bir-birinə keçirilən ağaclardan düzəldilmiş sadə qapıya doqqaz deyilir. Verilmiş sxemdən istifadə edərək əsərin ideyasını müəyyənləşdirə bilərik. Əsərin mövzusu, əsərin ideyasını formalaşdıran fikirlər və ideya. Əsərin mövzusu qocalıq mövzusundadır. Burada tənhalıq, düşüncələr, dəryada gəmi, düşüncə heykəli, kitablaşan ömür kimi fikirlər irəli sürülmüşdür və əsərin ideyası belədir. Qocalar canlı kitabədir, həyat məktəbidir.